Əziz izləyicilərimiz, dəyərli dostlar, hal-hazırda Ağcabədi rayonunun Minaxorlu kəndində qəhrəman şəhidimiz Atayev Anar Mamedoğlu'nun ocağındayıq. Elə şəhidimiz üçün dövlətimiz tərəfindən tikilən bax bu təzə evlik və 11 mart 2025-ci il tarixində. Biz düzdür, biraz gec gəlmişik, çünki ara günləri olanda Mamed əmi biz məktəblə əlaqədar bəli, gəlib iştirak edə bilmirik. Ona görə də günortadan sonra da olsa dedim ki, gəlin Mamed əminin ziyarətində olaq. Hər bir zaman diqqətli olub bizə qarşı və onu da vurğulayım ki, şəhidimiz 1991-ci il martın 11-də bu kənddə dünyaya göz açıbdı. 2015-ci il öz ad günündə, doğum günündə şəhadət şərbətini içibdi və bir gün qabaq şəhidimiz zəng edir ki, ata sabah komandirimlə gələcəm ad günümü qeyd eləmək üçün. Elə deyək də bu kəndə yaxın bir ərazilərdə ön cəbhədə xidmət edirdi və sabah hazırlıq görür. Biz süfrə aç gələcəyik. Ata da süfrə açır, hazırlıq görür. Hər bir naz-nemətdən stola düzürlər ki, anar gələcək. Amma bir qara xəbər gəlir, zəng gəlir ki, anar şəhid olubdur. Buradan beləsi Mamed ata özü danışsın. Buyur Mamed ata, o günlərdən necə oldu, necə oldu? Hoş gəlmişsiniz. Bugün mənim oğlumun həmin anadan olduğu gündür, həmin şəhid olduğu gündür. Oğlum qoçaq, ailə canlı, atasını, anasını istəyən bir oğludur. Bu bir vətən borcudur. Hər bir oğul geriyə yox, irəliyə getməyə borçludur. O cümlədən bizim düşmanların ayağının altında qalan torpağımızı azad eləmək üçün, bu torpaqdan o düşmanları qavub çıxartmaq üçün mənim oğlum en hərbi hissədə də belə deyək, ikinci maxı kimi deyilən müddətdən artıq əskər kimi orada xidmət edirdi. Bu xidmət yolun davamını edərkən bu Ağdam torpağının Sufcanlı Qiyamadlı ərazisində orada xidmət apararkən orada şəhid olmuşdur. Mən o cümlədən bütün ata-analara, analara baş sağlığı verirəm. Onların başı həmişə ucadır. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz elə bir zirvədədir ki, o əl çatmazdır. Onlar öz torpağın qarış-qarış, öz qanı bahasında torpağımızı azad edib. Mən bu torpaq uğrunda istəyir 91, 92, 93, 94, istəyir 2020, istəyir 2015, bütün şəhidlər eyni bərabərdədir. Belə ki, bir dənə ip tutmuşsan, düz xətt. O düz xəttin üzərində bunlar o cümlədən bir yerdə cəmlənməlidir. Şəhidin irəlisi gerisi yoxdur, şəhidin təzəsi köynəsi yoxdur. Şəhid həmişə ucadır və ucalarda da qalmaqdadır. Mən bugün buraya gəlmişsiniz, məni yad edirsiniz, şəhidin adını uca tutursunuz. Çox sağ olun, Allah sizdən razı olsun. Şəhid, sən həmişə başını dik tut. Belə dik tut gələn ki, sən indiyənəcən mən nə qədərdir sizi tanıyıram, sizdə hələ bir zərrə qədər də mən nöqsan mı, nəsə bir səhv mi görməmişəm. Sizin düzünüz, düz yolunuz
hər bir ailəni yad eləmək, hər bir ailəyə baş çəkmək, hər bir şəhidi yad eləmək, onun körpələrin başını sığallamaq, onlara əl tutmaq mən sizdə görmüşəm. Var, dövlətimizdə də var. Dövlətimiz də var olsun. Mən bu yolda, belə deyim də, ulu öndərimizi Heydər Əliyevin və onun davamçısı, yumruq sahibi cənab İlham Əliyevə uzun ömür, can sağlığı arzulayıram. Biz hal-hazırda bu saat elə bir dövrdə yaşayırıq ki, Allah haqqı yanğından, qəzadan, təbiət dadlarından hamısından kənarıyıq. Bizim bir qorxumuz vardı kafirlərdən, ermənilərdən. Onlar nə cavan, nə uşaq, nə qoca, nə qonaq, bunlar onlara çatmırdı. Onların bir amalı, fikri vardı, öldürmək, məhv eləmək. Gene də mən bu quruculuq hakimiyyətə çox minnətdaram ki, düzgün yol tutub, heç bir dövlətdə bir tərəfdə müharibə, bir tərəfdə quruculuq işi getmir. Allaha şükür. Mən Dağlıq Qarabağa, o Şuşuya, Laçına, o Kəlbəcərə getmişəm, mən görmüşəm. Adam belə ürəyi açığına, geniş ürəklə gedir, gəzir. Mən gördüm təzə Ağdamı yaradıblar. Telefonda da görürəm, televizorda da görürəm, özüm də gedib gözlərimlə görmüşəm. Belə ölkəyə, belə dövlətə ancaq belə həsəd aparmaq lazımdır. Belə nətərdələr sevinmək lazımdır. Mən bütün şəhid ailələrinə, şəhid bacılarına, qardaşlarına, atasına, anasına Allahdan səbir diləyirəm. Allah heç bu bizim başımıza gələn bu müsibəti, şəhid atalığın, analığın heç kəsə qismət eləməsin. Heç bir ailədə belə deyilmə, qara yaylıq mı, qara örtük mü görülməsin. Bizim ancaq, gene deyirəm, bu biraz deməkdə biraz insan çətinlik çəkir. Bu kimin başına gəlibsə, o bilir necədir vəziyyət. Bu başına gəlməyəni elə bilir ki, elə belə gəlib gələcək. Yox. Biz bərkimişik, biz biçmişik. Bizim birliyimiz, bizim dövlətin birliyi, bu millətin birliyi çox dedikcə xoşuma gəlir. Mən bir şey deyim. Mənim oğlum 2015-də şəhid olanda mən bu kəndimə çox minnətdarım şair. Çox. Belə ki, demək mənim o vəziyyətimdə mənim bu Minəxoru cəmaatım mənə çox dəstək oldu. Çox kömək oldu. Da elə bir vəziyyət yarandı ki, mən və yaxud da mənim qardaşlarım, hətta cəmaat o 40 gündə mən bir dənə cıngıltı səs eşitmədim. Bir adamı görmədim ki, məsələn, mən duram orada, bu adam qəqqənə çəkə görə. Yox canım üçün, yox. Ona görə də mən, o bir məsəl var, deyir ki, lap o kəndimin pisinin başına dönür. Kəndim ən vətənpərvər oğullar yetişdirib, o cümlədən belə qıraqlı zadlı, qıraq zad yoxdur burada. Kəndimizin özünün 9 şəhidi var, 3 nəfərdə, yox 10 şəhidi var, 3 nəfərdə
kənardan da başqa biri Anası buralıdır da, anası buralıdır. Ha, anam da. Bəli, bəli, onların anaları buralıdır. 13 şəhidimiz var, onun hamısı bizimdir. Bəli. Onun hamısı bizimdir. Onun Gözəl bir şəkildə də qəsəbə kəndin ağrısı da, acısı da, onun xeyri də, şəri də, gülməyimiz də, ağlamağımız da bu kənddə bir yerdəyik. Məmməd əmi, üzr istəyirəm. Bu xəbəri alanda siz o hazırlıq görürdünüz də o ad gününə. Həmin gündən bir xatır. Belə deyim dana, saat 4-də bu adam anası ilə danışıb. Axşam saatı üstündə. Axşam saatı. 16:00-da, bəli. 4-də danışıb deyib ki, ana, halbuki eləyəndən sonra bu gün nə gündür? Deyib ki, bu gün nə gün olacaq? Vallahi yadımdan çıxıb. Deyib bu gün 11-i. Deyib bu axşam. Deyib ki, ana, komandir icazə versə, bu hərbi işdir də, burada yayınmaq, öz başınalıq olmaz. Komandir icazə versə, çavuşumu da götürüb, gəlib, 1 saatlığa sənin yanında oturub, gedəcəm. Mən də evdə yoxudum, gəldim, arvad dedi ki, bəs belə, anar zəng eləmişdi. Dedim, nə yaxşı elə gəlsin, elə mən də görüm. Saat elə bir günən ki, belə deyim də, bu 8 ilə bu 7-nin arasında gördüm, çox belə adamlar düzdür, hərlənir burada. Amma bilmirəm. Riskə ifsa demirlər. Demirlər. Kim mənə dedim, nə ki görürəm, gözümün içinə belə dik baxarlar, belə. Özüm də şübhələndim, ya bunlar nə? Nəsə burada qonşu var, deyib ki, deyin də, deyib, vallahi deyənmərik, başıma dönəm. Anasına, atasına, ona heç kim o risk eləyib deyə bilməz. Bir, Naxçıvandan bir çavuş vardı. Bana dedi ki, əmi, onlara zəngkarlıq, telefonu açmır, onu sən bu zəng elə görün. Mən də zəng elədim, açmır. Nəysə, bir nəfər vardı, bu görüm o hardanıdır, Bərdədəndir deyəsən. Dedi ki, Ağsaqqal, oğlun yaralanıb, bəs hərb hissədədir. Dedim, yaralanıb, nədənsə. Benim onu balaca qardaşıma deyirdi. Bu deyirsən getmə, biz gedək. Gedirəm. Şair, o günlər nəkəri elə bilirdim ki, bütün dünyanı səs götürüb gedirik. Bana dedilər, Füzuli'dədir, dedim, yox. Füzuli'də də həkim vardı, orada sağ olsun o həkim, o vaxtı tanıyırdım, Söyün həkim. Soruşdum, dedi, Ağsaqqal, heylədarları bura ətimirlər. Sən qospitaldan burada əlaqə saxladım, gördüm, yox. Şair, maşın durub burada, skoru durub qabaqda, arkada bir topaş, maşın. Şüşəni yendirib, gözüm məndən çəkmir. Mən də bunu tanıyırım. Burada təkəri gətirib, görmüşüm. Mən də bunu tanıyırım. Dedim, o məni tanıyır. Qoy ondan da soruşum. Maşını açıb, qapını açıb, istəyirdim yaxınlaşam. Bunlar dəvərdi. Bunlar dəvərdi. Məndən 5 maşın gedir. Getdik savcılardan soruşduq. Dedi ki, bura məlumat gəlib. Amma bura gətirməyiblər. Siz birbaşa Tərtərə gedin. Tərtərə də getmək nədir? Meçidə. Necə? Qardaşım buradan dəvərib, gedib, skorunu da deyib, deyiblər, müsəlmançılıq deyil. Deyib, bizim saxlama ixtiyarımız yox, deyiblər. Özümü ölümə verirəm, amma mən bilim ki, nədir bu? Orada görür. Deyib, göstərməyəcəm, amma budur. Neyli getdilər. Burada qabaq, orada
komandir vardı, İsmailov, Mayor İsmailov. Gəlib durub orada, bu da məni tanıyır. Mən nə tər risk eləyim bura gedib, əskərlərlə. Eləcə gəldilər, düzdür. Mənə çatdı ki, bu əskərlərə kimsə nəsə bir hücum eləyərdi. Dedim, mənim qapıma gələn mənim əzizimdir. Mənim qapımda heç kəsə bir kəlmə söz deyə bilməz. Gəldilər, mənlə də görüşdü. Uşağa getdilər, heyrət dəfn elədilər. Mən bir daha sizin gəlişinizi mən ən yüksək qiymətləndirirəm ki, bunun hamısının qarşılığı insanı saymaqdır. Allah sizdən razı olsun. Çox sağ olun. Gene deyirəm, o vaxtı Batçı gəldi, 3-ündə də gəldi, 7-sində də gəldi. 3-ündə gələndə mən ayağa qalxdım, doldum, Batçı məni qucaqladı. Mən dedim, siz sağ olun, başınız sağ olsun. Şahin Məmmədov. O sözə görə də daimi məni, bilirsən nətərdir? Şirin söz, valla şirin yerdə qalır. Bəli. Allah sizi var eləsin. Allah sizlərə verdiyi ömrü sağlam canla versin, imam edəməyim. Sağ olun. Bu günləri mən hər zaman kamera arxasında qalır. Çox zaman tədbirlərdə unuduram, adını demirəm. Amma mən özünə deyirəm, Mehman, sən yaxşı adamdan ki, mənlə yoldaşlıq edirəm. Bir belə tədbirlərdə sənin adın yadından çıxır demirəm, amma sən bu yolda ona incimirsən ki, mənim adım çəkilmədi. Mehman qardaşımız bu çəkilişi edir. Allah ondan da razı olsun. Allah onun balalarını xoşbəxt eləsin. Dünənlərdə Hacıbədəlli kəndində bir tədbirdə idik. O tədbiri də lentə aldı. Ümumiyyətlə 2016-cı ildən bəri Səyyaf qardaşımızı tanıyırsan. Aparatın səs rejissoru. Mehman qardaşımız 2016-cı ildən bəri könüllü olaraq bu tədbirlərdə iştirak edirlər. Allah sizdən razı olsun qardaş. Çox sağ ol, var ol deyirəm. Məmməd əmi, bir daha həm mövlududur, həm şəhadət günüdür. Sizlərə səbir diləyirəm. Allah sizi var eləsin. Çox sağ olun. Allah ruhunu şad eləsin. Əziz gündə Allah Teala'nın bizə verdiyi bu bir ayın, bu ilk 10 günlüyündə siz məni yada saldınız. Allah sizi həmişə nəzərində saxlasın. Allah orucunuzu belə nətər dərləri mübarək eləsin. Allah qəbul eləsin. Çox sağ ol. Oruç tutmaq hər insanın işi deyil. Amma Allah Teala bunu hamıya buyurur. Oruçluq bir nətər dərlər israfçılığa, bir sağlamlığa, bir Allah'ın yolunda kiməsə əl tutmaq mı, kiməsə nə bilim bir kömək eləmək mi? Deyir, məsəl var, deyir ki, yetimə can-candan çox olur, amma çörək verən az olur. And olsun Allah'a. İstəyirsən qoca kim ayarlarsa, ya xoş söz deyir, ya körpə canın başını elə-belə sığallar. Sığallar, bəli. Fürsətdən istifadə edək, Ramazan ayıdır, oruç tutanların Allah orucunu qəbul etsin. Amin. Bu günləri çərşənbə günüdür. Belə deyək də, bəlkə də bugünə uyğun deyil o sözü demək, amma bu şəhidlərimiz canlarını fəda etdi ki, sizlər bayramların sərbəst, qorxaraq yox ki, bugün ay atırlar düşür, çünki ön xətti bura bükətlər. Sərbəst yaşasınlar, şən yaşasın bu körpələrdə. Çərşənbə gününüz də mübarək olsun deyirəm. Bu günlər çərşənbə gününə düşübdür. Bütün insanları bu çərşənbə günü yenə təbrik edirəm. Allah onların ruzisini daha da çox eləsin. Amin inşallah. Allah qardaşların öz balalarına yedirsin. Heç kəsin istəmərəm ki, başının tükündən əksik olsun. Yenə deyirəm, xoş gəlmişsiniz. Təşəkkür. Həmişə siz gələsiniz.
mən yenə deyirəm, heç kəsə qara xəbər, qara qapı, qara sifat, nə bilim mən, qara gün qismət eləmir. Amin inşallah. Və bu qəhrəmanımızın adını daşıyan Balıya da Çox sağ ol. Uzun ömür. Orada bu Ağrıda, buradadır. onun üçün belə bir kiçik bir toy deyirik də, biz məclisdə də sağ olsun Məmməd əmi Sayıf məni dəvət etdi ki, Şahid bu məclisin aparıcısı sən olasan. Sevə-sevə də orada iştirak elədik şəhidlərdən, Allah razı olsun. Erkən cəmaatından gözəl bir şəkildə bir məclis qurdu o uşaq üçün. Allah bu balamdan görmədiyim arzuların ki var idi, o nəvəndən görəsən inşallah. İnşallah. Salamat qalın Məmməd əmi, bizə icazə verirsinizsə. Sağ ol, boş ol. Təşəkkür edirəm Yaman. Xoş gəldiniz. Sağ ol. Bu, həqiqət deyirəm, bu oğlanın əziyyəti çoxdur. Çoxdur. İstəyir səndən, istəyir öz işində, elə o operator, o kameranı çiynində hərləmək, bu kiminsə belə də işini aparmaq, onun özü həm suafdır, həm də yaxşı şeydir. Elə burada da elə mən bildim. Düzdür, bəlkə də bilirdim, bəlkə də gəlmir. Aradla elin oldular. Demək, valla o məsəl var, deyib ki, birinə deyiblər ki, hərəkətdə bir evdəyik. Biri gelib hərəkətdə bir çoğusandır ki, bir ağıllı deyir, hərəkətdə özünə bir dostdur. Allah sizi dost tutanlardan edəsin. Sağ ol, sağ ol. Allah sizə eləsin. Sağ ol, Mehmet. Çox sağ ol. Siz sağ olun.